Hər vaxtınız xeyir. Bu dəfəki qonağım təqdimata ehtiyacı olmayan Elvin Dadaşsoydur. Təşəkkür edirəm, çox sağ olun Şəhid xanım, dəvətiniz üçün minnətdaram. Bu arada sizi gördüyümə çox şadam. Bu bəlkə də mənim bir arzum olub sizinlə müsahibə almaq. Nə xoş bunu eşitmək. Hal-hazırda buradayamsa bu mənim üçün ayrıca bir xoşbəxtlikdir. Onu da qeyd edeyim. İlk dəfə də Naxçıvana gəlirsiniz. Hətta burada işinizin, belə deyək, filialını da açmısınız, Panda School. Sizi tanıyan bəlkə də çox insan elə Panda School-la tanıyır. Aha. Məncə elə söhbətə başlamazdan öncə bu sualımı verim ki, nəyə görə Naxçıvanı seçdiniz, Panda School-u burada qurmaq istədiniz? Düzü, mənim Naxçıvanla bağlarım daha dərinləndir. Çünki mənim hərbi xidməti bir ili burada keçirmişəm. 2012-2013-cü illərdə Eni saylı hərbi xidmətə burada xidmət etmişəm. Və onu deyim ki, bu xidmətim çox gözəl keçibdir. Mən hərbi xidmətim ərzində bizim bütün zabit heyətimiz, gizir heyətimiz demək olar Naxçıvanlılar idi. Onlarla çox əla münasibətlərim yarandı, dostluğum yarandı. Və yəni mən Naxçıvanı onların simasında sevdim. Və müəyyən həftə sonları da şəhərə çıxırdım, burada dostlarımız var idi. Və bu şəhərdəki hüzuru, buradakı insanların qonaqpərvərliyini o qədər sevdim ki, mən hətta inanın ki, buradan qayıdandan sonra 2013-cü ildə bir 6 aya qədər hər gecə yuxularımda buranı görürdüm. Yəni, buranı çox üzləyirdim, çox darıxırdım. O qədər bağlamışdınız yəni bura? Həqiqətən elədir. Çünki bu şəhərdə hüzur var. Burada küçələr genişdir, ağaclıqlar çoxdur. Axşamların o sərin mehi əvəzsizdir, çox gözəldir. Qışı da gözəldir. Bilirsiniz, qış soyuq olmalıdır da, yəni qışda qar olmalıdır. Əfsus ki, bizim bəzi regionlarımızda biz bunu tapa bilmirik. Bəli, qışda yayıq, yazı keçiririk. Bəli, yəni Naxçıvanın bütün iqlimləri gözəldir. Bəziləri deyir ki, bura biraz soyuqdur, bura istidir, amma mən çox sevirəm bura. Yəni siz tam razısınız, əsas odur. Necə gedir bəs? Burada olan filialınızda, mən onsuz da gələcəm söhbətə ümumilikdə. İşlər necədir? Yaxşıdırmı? Naxçıvan insanları, tələbələri, şagirdləri, tələbat varmı bir sözlə? Düzün desəm, açıq desəm, bəzi regionlarımızla, bəzi şəhər filiallarımızla nisbətən zəifdir. Amma bu biznes bir qədər zaman tələb edir. İnsanlar sənə xidməti dadmalıdırlar, alışmalıdırlar, öyrəşməlidirlər, razı qalmalıdırlar və sonra gelib başqalarını tövsiyə etməlidirlər. Buna görə bir qədər tələsmək lazım deyil. Gözlədiyiniz kimi oldu, yoxsa düşünürdünüz ki, hələ ki nəticə verməyəcək? Açıq desəm, hələm yox. Burada müxtəlif, belə deyim də o, məntiqi və məntiqi olmayan səbəblər var. Amma bayaq öncə qeyd elədiyim kimi bir qədər zaman lazımdır ki, biznes özünü dirçəltsin. Sizin müsahibələrinizi, seminarlarınızı dinləmişəm, izləmişəm demək olar ki, və maraqlı uğur hekayəniz var. Mən çox yaxşı bilirəm, amma istəyərdim ki, bizim tamaşaçılarla o uğur hekayənizi bölüşəsiniz. O 700 bal toplamağınızı, 17 yaşında səhv eləmirəmsə bir ev qazanmağınızı və sonra hansı, belə deyək, uğursuzluqlara düçar olmağınızı, sonra oradan necə qalxmağınızı eşidəyimi? Maşallah, çox sevindim ki, siz bu hekayəni bilirsiniz, amma izin versəniz mən də bölüşərdim. Mən kənddə anadan olmuşam, Quba rayonunun Susay kəndində, dağlıq bir kənddir. Biz orada kifayət qədər yaxşı yaşırdıq ailəmizlə. 2006-cı ildə dayım gəldi və dedik ki, bəs biz bu uşağı Sumqayıta aparaq. Sumqayıtda bir gimnaziya var, orada təhsil alaq. Ondan qabaq da Qubada yaxşı oxuyurdum kənddə və Qubanın özündə 3 il bibimgildə yaşamışdım. Onlarda qalmışdım və bibim yoldaşının dəstəyi sayəsində kifayət qədər yaxşı təhsil ala bilmişdim. Sonra 10-cu sinifdə gəldim Sumqayıta. Sumqayıtda bizim ailəmizin çox çətin dövrü başladı. Atam bütün mal-qarasını satdı, bir yataqxana aldı şəhərdə. Və o yataqxanada yaşarkən biz çox zor günlər keçirdik həqiqətən də.
bəlkə deyərdim ki, ömrümüzün ən çətin günləri idi. Elə olurdu ki, biz aylarla ət ala bilmirdik. Biz otağımıza köçəndə bəlkə də bir ay qədər bizim stolumuz belə yox idi ki, arxasında oturaq və yemək yeyək. O çətin günlər məni açığı çox məyus edirdi, qəzəbləndirirdi. Mən günahkarlıq hiss edirdim ki, ailəm mənə görə gəlibdir. Kənddə biz yaxşı yaşayırdıq, amma şəhərə gəldik. Şəhərdə çox zəif dolanırıq və bu günahkarlıq hissi məndə bir növ daha uğurlu olmağa tətik yaradırdı. Hədəflərimdən biri bu idi ki, mən ailəmə ev alım. Bütün test kitabçalarıma, bütün dəftərlərimə 2 otaqlı, 3 otaqlı evlərin şəklini çəkirdim. Şəhərin harasından ev alacağımı bəlirdim. Onu isə də oxurdum, maklerlərlə söhbət edirdim ki, filan evlərin qiyməti necədir. Və 2008-ci ildə qəbul imtahanında hədəfim bu idi ki, 680 bal yığım. Əslində 680 niyə hədəfləmişdim? Çünki prezident təqaüdünün keçid balı təxminən o baldaydı. Bizim də ailəmizin maddiyyata ehtiyacı var idi. Və mən düşünürdüm ki, 680 yığsam, prezident təqaüdünün kifayət eləyər, hə? Ən azından ailəmizə dəstək olar, biraz yaxşı dolana bilərik. İmtahanda amma son sualda çox fikirləşmişsiniz. Hə, elədir. Yəni, ümumiyyətlə, mən sınaqlarda 600-ü keçmirdim sözün açığı. Onda özünüz də təcrübələnmişsiniz də, yəni 700. Mən düşünürəm ki, bəzi şanslar, bəzi uğurlar təkcə sənin bacarığınla, qabiliyyətindən olmalıdır. Sanki sən bir növ kainatın axına düşməlisən. Yəni, Tanrı sənə bir yol açmalıdır. Başqa insanlar sənə fürsət verməlidir. Yəni, bunlar olmarsa, nə qədər bacararsansa, nə qədər çox çalışarsansa, %100 uğurlu olacaqsan deyə bir şey yoxdur. Mən açığı düşünürəm ki, bəzi insanlar özünə şansı çəkə bilir. Yəni, möcüzələr onlar gəlib tapır. Mən həmişə inanmışam ki, mənim başıma möcüzələr gələcək. Elə gəlir də. Ona görə də bu mövqedəsiz. Çünki mən də ona yararam ki, tək bacarıq deyil, tək bilgi, istedad deyil, şans da önəmlidir. Məsələn, 2006-cı ildən 2025-ə qədər 116 nəfər 700 bal toplayıbdır. Nəzərə alsaq ki, hər il 120 min, 130 min civarında abituriyent universitetə girir. Bu çox ciddi bir rəqəmdir. Yəni, söhbət 1 milyon yarım, 2 milyon abituriyentin imtahanından gedir. Və bu 2 milyonun içində 116 nəfər 700 bal yığıb. Onlar bir də mənə. Bu qədər 700 bal toplamış şəxsin içindəsə, dövlət tərəfindən cəmi 2 nəfər evlə mükafatlandırılıbdır. Onlardan da birim. 2008-ci ildə bir təsadüf idi. Cənab Prezident Sumqayıta gəlmişdi. Prezident seçkiləri ərəfəsi idi o vaxtı və Sumqayıtda bir neçə müəssisənin açılışı idi. Mən də açılışların birində iştirak edirdim və orada uğur qazanmış idmançıları və s. Cənab Prezident təqdim etdilər, eyni zamanda məni təqdim etdilər. Və o çıxışında qeyd elədi ki, bu gənclərin ailə şəraitindən maraqlanmaq lazımdır, biz onlara dəstək olmalıyıq. Elə həmin günün səhərsi bizə şəhər icra başçısının tapşırığına bir neçə şəxs gəldi. Baxdılar ki, biz yataqxanada qalırıq. Və ondan bir neçə həftə sonra mənə şəhərin belə yeni tikililərin birində 93 kvadrat mənzil hədiyyə edilər. 17 yaşımda bu mənzil baxdım ki, yəni mənim ailəmə bəxş etmək istədiyim hədiyyə idi. Hər gecə düşündüyüm bir hədiyyə idi. Nə gözəl. Bu təkcə yenə də düşünürəm ki, bacarıq məsələsi deyil. Yəni, Cənab Prezidentin ora gəlməsi, ona təqdimat, mənim həmin ildə imtahan verməyim. Bunun hamısı bir sanki təsadüf zənciri idi. Bu hələ bir kiçik bir nümunədir. Mən həyatımda dəfələrlə belə nümunələr yaşamışam. Eyni zamanda Şövkət xanım, bəzi işlərin alınmaması da düşünürəm ki, təsadüfdür. Bir təcrübədir əslində. Elədir və düşünürəm ki, əgər sən Tanrının şanslı bəndəsinsə, Tanrı bəzən sənə bəzi işləri alındırmır. Sənə daha yaxşı planlar olur. Daha yaxşı planlar olur. Yəni, biraz gözlə, səbr elə. Bəli. Və məsələn, 2009-cu ildə mən Prezident yanında idarəçilik akademiyasında oxuya-oxuya IELTS imtahanı verdim. İngiltərəyə qəbul oldum. Mən İngiltərədə kifayət qədər yaxşı universitetdə, yaxşı ixtisasa qəbul olmuşdum. Həmin ildə xaricdə təhsil haqqında dövlət proqramı var idi. Böyük ümidlərlə mən o proqrama müraciət etdim və əmin idim ki, gedəcəm. Çünki kifayət qədər pul ayrılmışdı, kifayət qədər güclü uşaqlar göndərilirdi və məndə 700 bal toplanmış və İngiltərə qəbul olmuş, kifayət qədər yaxşı göstəricidə idim. Həmin il mənə təqaüd ayrılmadı. Çox maraqlıdır. Mənim qrup yoldaşlarımdan 3-4 nəfər getdilər dövlət təqaüdü ilə. Mən gedəmədim.
Getdim bir neçə nazirlikdə, Təhsil Nazirliyində səlahiyyətli şəxslə görüşdüm. Onlar dedilər sənin bu ixtisasın, seçdiyin ixtisas prioritet deyil bu il. Və beləcə qaldım. 2009-da mən hesab edirdim ki, həyatım çilik-çilik olur. O qədər üzgünüm, o qədər bəlkə deyərdim depressiyadaydım. Çünki fiziksel olaraq Azərbaycanda olsam da, mənəvi olaraq elə ki, mən İngiltərədə yaşayırdım o həmin hazırlıq müddətində. Özümü oraya hazırlamışdım, amma gedəmədim. İndi 2005-ci ildə artıq həmin hadisədən təxminən 16 il keçibdir. Bu qurduğumuz iş yerləri, yaşadığım həyat, yəni bu ssenari, mən müqayisə edib görürəm ki, bəlkə də yaxşı kömək etməmişəm. Çünki mən bəlkə bura lazım idim. Tanrı məni bəlkə bu ssenariyi hazırlayıbdır. Bəzən bir şey alınmayanda biz çox məyus oluruq. Kədərlənirik. Hətta bəzi quracağımız iş olsa belə atırıq gedirik ki, motivasiyadan düşüb bəs eləyir. Kəsinliklə düşünmək lazımdır ki, sənin üçün başqa, daha yaxşı ssenari hazırlaşır və sən ona özünü hazırlamalısan. Mənə maraqlıdır ki, bir çox yollardan keçmişsiniz, müxtəlif biznes işləriniz olubdur, çoxu uğursuz olubdur, amma ən əsası vaz keçməmisiniz də. Gəlin, həm bizə, həm tamaşaçılara onu öyrədə bilərsinizmi ki, həmin o sirri ola bilər bir dəfə, dəfələrlə o uğursuzluq olar, amma insanların çoxu elə yarıda buraxıb gedir. Yox, bu iş alınmadı, iflas etdim və s. Yəni, bunun öhdəsindən necə gəlməyə lazımdır ki, siz bunun öhdəsindən gəlmişsiniz, hal-hazırda elə olduğunuz mövqedəsiniz? Bunu dəfələrlə görmüşəm mən, öz həyatımda da, digərlərinin misalında da. Məsələn, görməyə də davam edirik elə. Görməyə davam edirik. Məsələn, bir sırada, şəhərin bir küçəsi düşünün, 3 restoran var. O restoranlardan ikisi kifayət qədər yaxşı oturmuş restorandır, biri isə çox zəifdir, təzə açılıqdır. Və həmin o təzə açılan restoranın yiyəsi, bu arada həqiqətən olubdur. Dəfələrlə mən ondan görüşəndə deyirdi ki, xərcin borcun içindəyəm, bir gün dedim, mənə qida təhlükəsizliyi cərimə kəsibdir, bir gün dedi ki, arendanı 3 aydır verə bilmirəm. Bir gün dedi ki, şükür Allaha bu ay biraz xeyrə çıxdıq. Bax, belə davam edirdi. Bir il keçdi üstündən, o mənə dedi ki, inanın bura yığılmışam, mən buranı bağlamaq istəyirəm. Sonra yenə bir ay keçdi, dedi ki, yox, dişimi sıxmışam, dözürəm. İl yarım müddətdən sonra onun düz yanında olan və orada çox tanınmış, bütün müştəri kütləsini özünə keçən restoranın yiyəsi rəhmətə getdi. Və qısa bir zamanda 3 aydan sonra restoran bağlandı. Belə verdilər onu oranın administrator şey eləmədi, sonra həyat yoldaşı dedi ki, mənim vaxtım yoxdur, bu kişimin adına idi və o restoranı başqa bir idarəçi götürdü, o da oranı çevirdi, konseptini çayxana elədi və ora işləmədi. Və elə bil ki, birdən-birə bu bayaq qeyd elədim, yoldaşın restoranı parlamağa başladı. Oranın bütün müştəri kütləsi axtırdı. Və həmin adam, o il yarım dözən adam, 1 il 2 ayında oranı bağlaya bilərdi. Və onun bəlkə də həmin 3 ay dözməsi onu parlatdı. Düzdür. Düzgün strategiya, ən əsası isə deyir ki, sözlərin gücü var. Yəni biz özümüz belə özümüzə, məsələn, mən çirkinəm belə deməməliyik. Xoş sözlər deməliyik özümüzə. Hətta çünki biz onu o enerjini ötürürük və o enerjinin özümüzə qayıtması üçün. 2020-ci ildə pandemiyada demək olar ki, iflas olmuşdu. Əlimdə olan hər şey çıxmışdı. İnanın elə bir gün çatdı ki, heç evdə uşağa dərman almağa 20 manat tapmadı. Və həmin anda o iqtisadiyyatın çöküş dönəmində, tək mən deyildim, əksər bizneslər belə idi. Maaşlı işə də gedə bilərdim, başqa bir seçimi, ölkəni dəyişə bilərdim. Amma mən və ortaqların biri də biz qərar verdik ki, biz nəinki geri çəkilək, hətta yenidən investisiya edək və daha da böyüyək. Həqiqətən 2021-ci ildə mən öz şirkətlərimi də davam elətdirdim, yenidən investisiya qoydum. Digər bir peşə məktəbi açdıq, peşə məktəbi ilə bir yerdə dövlətlə layihələr işləməyə çalışdıq. Bugün deyərdim ki, peşə istiqamətində dövlət məşğulluğu ilə çalışan, agentliyi ilə çalışan ən geniş çaplı çalışan müəssisələrdən biriyik. Bir biznes skolumuz təsis eləmişdik, onu böyütdük, onu daha da gücləndirdik. Yeni bir startup projesi qurdum, Səfəvi adında. Onlayn video dərsləri çəkib yerləşdirdik, oradan da kifayət qədər artıq yararlanan insanlar var, minlərlə insanlar var. Yəni bunlar 2020-dən sonra oldu. Bir
2 ya 3 gün bundan qabaq bir yoldaşla söhbət edirik. Deyirəm ki, 2020 sanki bizim özümüzə də, işimizə də reset verdi, yəni format verdi, yenilədi, söndürdü, yandırdı bir növ və biz yenidən ayıldıq, daha başqa cür baxmağa başladıq. Yəni, sözünüzə qüvvət, bayaqki sualınıza qayıdıram. Çox zaman baxırsan ki, biznesdə sual versən ki, uğurun sirri nədir? Vizyonlu olmaqdır, planlı olmaqdır və s. Amma sual versin ki, əgər bütün bunları silib bir dənə şey saxlasaydın, o nə olardı? Mən deyərdim ki, o davamlılıqdır. Davamlılıq, pes etməmək, davamlı olmaq və bir şeyin üstündə uzun müddət dura bilməkdir. Seminarlarınızın birində demişsiniz ki, biznes qurmaq uğurlu olmaq demək deyil. Onda siz uğurlu deyilsiniz? Əsla belə deyil. Biz biraz kapitalist cəmiyyətdə yaşayırıq. Biz biraz maddiyyatın önəm daşıdığı cəmiyyətdə yaşayırıq və düşünürük ki, uğurlu olmaq maddiyyatın çoxluğuna bağlıdır. Əsla belə deyil. Uğurlu olmağın təməl daşları var məncə və maddiyyat da bu təməl daşlardan biridir. Amma hamısı deyil. Ya hətta deyərin birincisi də deyil. Bu təməl daşları 4 dənədir, sanki evin 4 sütunu kimidir. Bu sütunlardan biri insanın sağlamlığıdır. Bu çox önəmlidir. Sən nə qədər uğurlusan ki, sən xroniki xəstəlikdən əziyyət çəkirsən, yataqdan qalxa bilmirsən. Və deyərdim ki, ən birinci təməl daşı budur. İkinci təməl daşı sənin başqa insanlarla olan ilişkilərindir. Sən nə qədər uğurlusan ki, sən hər gün gedib yatağında ağlayırsan. Sən nə qədər uğurlusan ki, tutaq ki, övladların səni görmək istəmir. Doğru. Sən nə qədər uğurlusan ki, səni həyat yoldaşın pisləyir. O zaman mənə düşən ki, bir insan uğurlu sayılar ki, onun özü ilə, ailəsi ilə və dostları ilə, iş yoldaşlarla ilişkiləri yaxşıdır. Bu, hər bir maddiyyatın önəmlidir. Çünki insanın xoşbəxtliyinə dramatik dərəcədə ilişkilərin sağlamlığı və gözəlliyi təsir edir. Günümüzdə daha çox təsir edir məncə, artıq. Təməl sütunlardan biri məncə sağlamlıqdır, ikinci münasibətlərin keyfiyyətidir, üçüncü, bəli, maddiyyatdır və dördüncüsü insanın özünü inkişaf elətdirmə tempidir. Məsələn, nə dərəcədə uğurlusan ki, sən keçən ilki insanla indiki insan arasında heç bir fərq yoxdur. O zaman uğurlu sayılarsan ki, sən özünü daha yuxarı səviyyəyə qədər itələyirsən. Adam gəlir, deyir ki, mən 10 ildir iş təcrübəsinə sahibəm. Sual versən ki, məsələn, 10 ildir sən nə iş görürsən? Amma baxırsan, ortada heç nə yoxdur. Deyir ki, məsələn, mən mühasibatlığı bilirəm və əməliyyatlar icra edirəm. Əməliyyatlarını da toplasan 4-5 dənə əməliyyatdır. Pul göndərmək, pul qəbul etmək və s. Deyirəm ki, bax, bu əməliyyatları sən öyrənməyin 2-3 ay çəkibdir və tam oturuşdurmağın da yenə bir 3-4 ay çəkibdir. Yəni, sən toplamda bir 6 aya bu işi öyrənmirsən. Növbəti 9 ildə sən sadəcə bunu 9 dəfə təkrar eləmirsən. Yəni, sənin əslində 10 illik stajın yoxdur. Yerimizdə saymışıq demək olsa. 10 illik stajın yoxdur. Sənin 1 illik stajın var. Sadəcə onu 9 dəfə əlavə yerində təkrar eləmirsən, deyilmi? Sən əgər hər ilində özünü yeniləsəydin, sən daha uğurlu sayıla bilərdin. Məsələn, uğurun digər sirlərindən biri özünü yeniləmə qabiliyyətidir. Necə ki, kəpənək əvvəl pup olur, ondan qabaq, nə bilim, barama olur və s. Bu formada dəyişir, yeni formalara keçir. Yəni, yumurta cücə olur, cücə sonra toyuğa çevrilir. İnsan özünü də şuurlu şəkildə bu formada bir mərhələdən 11 mərhələyə daşımağı bacarmalıdır və bu zaman sən uğurlu sayıla bilərsən. Məsələn, mən o şəxsimdə deyim ki, hər il mənim işlərimdən kənar özümlə bağlı inkişaf planım olur. Məsələn, bir dəftərin ilk səhifələrini yazıram. Bu il mənim oxuyacağım kitabların sayı 50 plus olmalıdır. 50 dənə xananı boş eləyirəm. Hər kitabı bitirdikcə oraya X qoyuram. Məsələn, mənim bu il idman sayım 100 olmalıdır. Hər dəfə idmana getdikcə oraya X qoyuram. Məsələn, bu il mənim yeni dil öyrənim, bəlkə ərəb dili öyrənirəm. 100 dərs ərəb dilində iştirak etməliyəm. Hər dərsə getdikcə X qoyuram. Məsələn, mən bu il 10 ölkə gəzməliyəm. Hər ölkə gəzdikcə X qoyuram. Baxın, sən bu formada inkişafı izləyəndə, təqib edəndə, sən bu prosesi şuurlu şəkildə apara bilirsən. Bunu talihin gedişatına buraxanda, məsələn, mən axşam gələm, bir dostum deyir ki, Elvin, gəl gedək çay içək.
Mən deyirəm ki, bu gün mənim kitab oxuma günümdür. O gün artıq qəlibə qoyulubdur. O günün öz rəfi var. O rəfə sən girə bilmərsən. Səndən görüşün də başqa bir rəfi var. Çox biznesmenin, iş adamının səhvi bunda olur ki, onlar öz iş zamanlarını müəyyən rəfləyə qoya bilmirlər. Yəni bunu izləyə bilmirlər. Qısası mövzumuzu toparlasaq, uğurlu olmaq məncə 4 təməl sütununun kəsişməsidir. Sağlam olmaq, münasibətlərini doğru tutmaq, özünü yeniləyə bilmək və maddiyyat, yəni pulun çoxluğudur. Bəli. Bunlar əgər tamdırsa, mən düşünürəm ki, uğurlu saymaq olar. Bəs Panda School-un təsisçisi olaraq, mən istəyirəm ki, bu sualı sizə ünvanlayım. Məhz Panda School sizin həyatınızda hansı yeri daşıyır? Panda School bizim bizneslərimizin ən böyüyü deyil, açıqda deyim. Hətta deyim ki, ən kiçiyidir hal-hazırda. Panda School mənim üçün biznes aləminə bir gəlmə fürsəti olubdur. Bəli. Biznesi dərk etmə fürsəti olubdur. Bir növ pilot layihə olubdur ki, hətta adını seçmə belə maraqlı bir hekayəsi var. Onu da danışsanız çox sevinərəm. Əslində adı elə ciddi bir hekayəsi yoxdur. Bizim Nurlan Səmədli adına bir dostumuz var, əməkdaşımız var idi. O bizim Panda School-un qurulmasında çox böyük əmək olubdur. Bir gün iclasların birində belə tapşırıq verdim və məsləhət aldım ki, biz brendə ad qoyaq. Onlar düşündülər və Nurlan səhər dedi ki, mən Panda School adını seçmişəm. Necə olar? Çox bəyəndim mən də və o adı qoyduq. Yəni o bizim əməkdaşımızın bizim şirkətimizə verdiyi bir hədiyyə oldu. Və uğurlu da olub demək olar ki. Şükür Allaha. Mən istəyirəm ki, sizin təbii ki, öz işçiləriniz də var. Belə deyək, işçi dedim, amma əsas suala gəlirəm. Sizcə liderlik anlayışı nədir və onu necə tətbiq edirsiniz? Məhz o həmin o biznesdə, öz sahənizdə çalışan işçilərinizə. Lidermi yoxsa müdirmi? Bunlar müxtəlif adlardır da, yəni. Siz hansısınız? Proses, mən heç bir deyiləm sözün açığı, yəni. Mən özümü idarəçi kimi görmürəm açığı. İnsan öz təbiətini kəşf edəndən sonra daha uğurlu olur. Mənim təbiətim rəssam təbiətidir, yaradıcı təbiətidir. Yəni, mənim uşaqlığımda bütün həyatım kitab oxumaq və rəsm çəkməklə keçibdir. Və belə bir adam əlbəttə ki, böyük müəssisənin inzibati idarəçisi ola bilməz. Çünki xəyalpərəst adam vizyoner adamdır. O yeni satışlar edən, yeni şirkətlər quran, yeni vizyonlar edən adamdır. Nəinki hər gün gəlsin, öz otağında otursun, kağızlara baxsın, yəni qərarlar versin. İnsan gərək özünü orada görsün, o təbiətdə tapsın. Mən özümü məsələn səhmdar, investor, daha çox səyyah, atlet, rəssam, vizyoner, yeni bir projelər ürətən adam kimi görürəm. Nəinki gedib hər gün işimin başında oturan, qərar verən adam kimi. Belə direktorlarım var mənim. Bu direktorlar şükür Allah çox yaxşıdırlar, uğurludular, onları yetişdirmişik, illərdə onlara investisiya qoymuşuq və bugün işlərimizə həmin direktorlar idarə edirlər. Məntiqi və emosional olaraq bölünür liderlər. Emosional liderlər daha çox o şirkətin irəli getməsi, oradakı ruhun qaldırılması hissəsində yaxşıdırlar. Məntiqlilər isə daha çox işin disiplinli və strateji getməsinə cavabdehdirlər. Əgər özümə lider adı qoysaydım, mən düşünərdim, mən daha çox emosional liderəm. Nəinki rasional. Bəs qərarlarınızda da beləsiz, emosional qərarlar verirsiniz? Çox emosional qərarlar verirəm və bəzən bu mənim başımı ağrıdır. Amma əlbəttə insan qərar verə-verə, səhv, düz, edə-edə artıq məntiqli olmağı öyrənir. Yəni biz deməzdik ki, hər bir qərarımız elə ölçüsüz, biçsizdir. Yaxşı lider yaxşı qərar verən adamdır. Yaxşı qərar verən adam isə çox qərar verərək, səhvlər edərək və nəticələr çıxararaq yaxşı qərar verməyi öyrənən adamdır. Yəni yaxşı lider kimdir? Yaxşı qərar verən kimdir? Səhv edən və nəticə çıxaran. Buna görə çoxlu əməliyyat görmüş adam daha sürətlə yaxşı lider olmağa doğru gedir. Bu vaxta qədər illəriniz keçibdir bu biznes həyatında, öz şəxsi həyatınızda və yaxud da özünüzdə hal-hazırda nəyi dəyişdirmək istəyərdiniz və yaxud da tutaq ki, bir 10 il, 15 il əvvələ qayıtsaq, nəyi eləyərdim ki, indi daha fərqli bir yerdə də ola bilərdim deyə düşünmüsünüz heç? Daha böyük adamlarla dostluğumu daha tez edərdim. Yəni ki,
Bunu çox gec dərk etdim mən. Nə dərəcədə önəmlidir bəs? Çox önəmlidir. Çox önəmlidir. Təcrübədənmi, onlardan aldığımız təcrübədənmi? Hər mənada. Yəni bizim irəli getməyimizin bəlkə də bir nömrəli səbəbi referans qrupdur. Referans qrup yox, nədir? Sənin ən çox zaman keçirdiyin, şuuraltı olaraq bənzəmək istədiyin insan qrupudur. Və sən o insanlarla oturduqca, durduqca, zaman keçirdikcə, səyahət elədikcə sənin qərar vermə mexanizmin onlara başlayır. Əslən, bunun təməli lap uşaqlıqdandır. Məsələn, biz təzə doğulduqda nə dil bilirik, nə hansı reaksiya verəcəyimizi bilirik. Cəmi 2 dənə bizim reaksiyamız olur. O da qorxu və düşməyə qarşı cavab reaksiyamız. Başqa bir cavab reaksiyamız yoxdur. Biz bütün reaksiyaları zamanla nüsxəliyə öyrənirik. Yəni, baxırıq ki, səs gəldi, anamızın üzünə baxırıq, həyəcanları biz də həyəcanlarıq. Buna ayna neyronları deyirlər, psixologiyada belə bir termin var. Və biz başqalarının düşüncə tərzlərini oxumağa və təkrar etməyə proqramlaşdırılmış varlıqlarıq. Bu çox önəmli bir tapıntıdır. Madam ki, biz beləyik, demək ki, biz şuurlu şəkildə ətrafımızı seçmədikcə, biz ətrafımız nədirsə o səviyyədə yaşamağa məhkumuq. Doğru. Ona görə deyil ki, o ətrafında olan 5 insanın ortalamasısan. Məsələn, oturub bir araşdırsan ki, sənin ən yaxın 5-10 dənə dostun, onların bir maaş səviyyələrini ölçsən, aşağı-yuxarı baxacaqsan, sənin maaşın da o civarlardadır. Yəni, səndən məsələn 100 dəfə çox maaş alan yoxdur ətrafında. Ətrafında 100 dəfə çox maaş alan adamlar olarsa, yəni pul qazanan adamlar olarsa, sənin beyin alqoritmin yavaş-yavaş onlarınkini oxşamağa başlar və sən çıxış yolları tapacaqsan. Mən bu dəfələrlə görmüşəm ki, 2016-da, 15-də mənim çox yaxşı maşın sürən dostlarım olub. Onda heç mənim maşınım yox idi. Onlarla bir yol gedirdik, hərdən onların avtomobilini sürürdüm. Və deyirdim ki, mənim də bu avtomobilim nə olacaq? Və həqiqətən bir gün sonra gördük, mən eyni avtomobili almışam. Çox maraqlıdır. Elə bir maddisel olaraq əgər ölçsək elə, baxırdım ki, elə eyni. Və yaxud dostumla oturub söhbət edirdik, o deyirdi ki, məsələn, mənim bu il X qədər qazancım olubdur, onu bura investisiya eləmişəm, bura eləmişəm, bura eləmişəm. Avtomatik mənim beynimdə də həmin senari yazılırdı ki, mənim də qazancım olsa bunu elə buna. 2-3 il sonra baxırdım ki, eyni addımlar atır. Yəni 10 il qabağa qayıtsaydım, 13 il, 15 il qabağa qayıtsaydım, dost çevrəmi çox yüksək düşünən və sağlam insanlardan seçərdim və onlarla daha çox zaman ayrılan səhv edərdim. Bəs indiki bu yaşda olan Elvin, 17 yaşında olan Elvinə nə demək istəyərdi? Böyük düşünməyi tövsiyə edərdim. Böyük düşünmək bir çox doğru addımların başlanğıcıdır. Böyük düşünmək... Ən böyüyünü, ən yüksəkdə olanı demək istəyirsiniz? Zaten elə olmuşam, amma bilirsiniz, kasıb ailədə doğulan uşaqların əksəriyyətinin problemi o uşaqlıqdan beyninə yeridilmiş proqramı cıra bilməməsi olur. Düzdür. Bəzən də komfort alanımızdan çıxa bilmirik. O özünü layiq görmür. Sənin ailən ortaba bir həyat yaşayıbsa və sən tutaq ki, xanımsansa, sən özünü məsələn bir milyonçuyla evləməyə layiq görmürsən. Və yaxud da təsəvvür belə eləmirsən. Təsəvvür belə eləmirsən. Deyirsən ki, mən niyə alsın? Bəli. Halbuki sən işliyində elə bir hiss yaratsan ki, sən elə bir xanımsan ki, sənin yəni səndən ötürü insanlar vuruşmağa belə hazırdır. O səndə bir kimlik formalaşdırır. Bəli. Və insanlar səndən toxunanda onların içində o hiss yaranır. Mən 17 yaşıma qayıtsaydım, içimdəki kimliyi dəyişdirməyin üstündə işləyərdim. Yəni daha fərqli bir şəxsiyyət oluşturmağın yolunu öyrənərdim, dərk edərdim. Daha böyük düşünmək. Daha böyük düşünmək, daha böyük bacarıqlara insanı təhrik edir. Məsələn, bayaqki misalda deyirəm ki, mən 680 bal yazmışdım hədəf kimi. Amma sınaqlarda 600 keçmirdim. Nə tər oldu 700 yıldır? Daha böyük hədəflər, daha böyük bacarıqlara insanı təhrik edir. Bu təkcə institut imtahanında işləmir ki, bu həyatın bütün sferlərində işləyir. Bu sənin hər addımında işləyir. Sıra gün gözəl bir cümlə eşitdim və onu yazmışdım. Deyir ki, şir olmağı arzu edən pişik siçan tutmağa olan həvəsini öldürməlidir. Nə qədər gözəl cümlədir. Şir olmağı arzu edən pişik siçan tutmağa olan həvəsini öldürməlidir. Əksər pişiklər
ona görə şir ola bilmir ki, onlar siçan tutmaq həvəsini boş verə bilmirlər. O gedir yemək yeyir, son qəpiyinə qədər qaydan pulu götürür. Onun ürəyi gəlmir ki, məsələn, ofisanta, nə bilim, 50 qəpik çay pulu versin. O gedir, nə bilim, benzin doldurma məntəqəsində ən xırda bir detal üstündə 5 dəqiqə, 10 dəqiqə oradakı adamla mübahisə edir. Məsələn, mən bir yol gedəndə... Çox qarşılaşmışıq əslində. Bir yol gedəndə deyək ki, hansısa maşın yolumu kəsir, az qala vurur məni. Elə bir situasiyadır ki, tutub o adamı döymək istəyirsən də. Amma düşünürsən ki, sən buna siqnal versən, düşsən, söhbət eləsən. Baxın, ömrümün 5 dəqiqəsi gedir də. Sən necə böyük adam ola bilərsən? Sən necə milyardlıq bizneslər qoya bilərsən ki, sən bugün 5 dəqiqə buna həsr edirsən. Və yaxud məsələn, restoranda oturmuşsan, sən sifariş eləmişsən X bir yeməyi. Baxırsan ki, bunun içində demişdin ki, soğan qatmasınlar, soğan qatıb gətiriblər. Sən çağırırsan, ofisant deyirsən, get bu yeməyi dəyişdir gətirir. Oturursan, onu dəyişənə qədər gözləyirsən, ofisantla mübahisə edirsən, administrator çağır. Sən necə böyük adam ola bilərsən? Sən bugün onun soğanınla uğraşan adamsan, sən heç çox böyük olanlarsan. Baxın, siçan tutmağa olan həvəslər bunlardır. Xırda gəlirlər üstündə vuruşmaq, xırda ego üstündə dalaşmalar. Əgər bir adamla mübahisə edirəmsə, o mənim adam tutaq həyatımda önəmli bir adam deyilsə, mən həmən deyirəm, düzdür, siz haqlısınız. Elədir, mən haqlısın. Onun dediyi söz belə təsir etməməlidir. Onunla yarım saat mübahisə sənin ömründən gedir. Sən necə böyük adam ola bilərsən? Ondan mübahisəyə həvəslisən. Bax, bu cümləri mən 17 yaşındakı ildə deyərdim. Nə gözəl. Mən elə ona görə də indidən bax bu yaşlarımı dəyərləndirirəm ki, sizdən çox şey əldə edeyim, elə bu proqram müddətində də. Əminəm ki, siz daha çox təcrübəsiz və xüsusilə də buradan məsələn gənclər ola bilər, biznes sahəsinə atılan gənclər, hansı ki, əslində fikirləşib də onu reallığa çevirməyən şəxslər ola bilər ki, onlar bizim verilişimizi izləyər. Onlara nə demək istəyirsiniz? Onlarla bölüşə biləcəyiniz ən önəmli təcrübəniz, bilginiz nə ola bilər? Çox əla mesajım var onlara. Mesajım budur ki, uğurun standart bir yolu yoxdur. Əgər bugün məni izləyən hər hansı bir gənc varsa və düşünürsə ki, mənim danışığımdan o özünə artıq həyat yolu çizəcək, bu çox səhv yanaşmadır. Uğurlu şəxs öz yolunda uğurludur. Hər kəsin uğur yolu individualdır. Sən bunu et və sən də uğurlu olacaqsan, bu çox səhv yanaşmadır. Hər kəsin uğur yolu individualdır. Hər kəsin uğur düsturları, alqoritmləri fərqlidir. Məni izləyən bu dəqiqə ekran qarşısında istənilən bir adam hansısa cəhətdə məndən üstündür. Kimsə çox yaxşı gitara çala bilir, kimsə yaxşı piano çala bilir, kimsə bəlkə çox yaxşı avtomobildən başı çıxır, kimsə ev biznesini çox yaxşı bilir. Evdar bir xanım olar ki, övlada qayğını məndən çox yaxşı bilir. Hər bir insanın başqalarından üstün olan hər hansı bir cəhətləri vardır. Və sən o cəhətdən yapışaraq yola çıxsan, onu davam elətdirsən, öz individual uğur yolunu yazıb başqalarına fərqlənə bilərsən. Başqalarını kopyalamaq o demək deyil ki, bütün yollar sənə işləyəcək, işləyə də bilər, işləməyə də bilər. Amma burada bir istisna var ki, sən çoxlu uğur yollarını izlədikcə, oxuduqca, araşdırdıqca sənin beynində uğurlu olmağın açarları yaranmağa başlayır. Və sənin əlində çoxlu həll olur. Necə ki, məsələn, riyaziyyatda biz 25 sual düşür qəbulda, 25-dən 25-ni kim yazır? Hansı ki, bundan qabaq o çoxlu həllər edib, çox misallar üzərində işləyir, çox nümunələr bilir və sualı görən kimi 3-5 dənə nümunəni müqayisə edir, uyğun olanı tətbiq edir və nəticə alır. Düz? Eynisi də insanın həyatında keçərlidir. Hansı adam daha uğurlu qərarlar verə bilir? O adam ki, onun beynində başqa adamların uğur mexanizmlərindən öyrənilmiş dərslər vardır. Ağıl adam kimdir? Öz səhvlərindən nəticə çıxaran adam. Axmaq adam kimdir? Heç bir səhvdən nəticə çıxartmayan adam. Elə də davam edənlər. Müdrik adam kimdir? Başqalarının səhvlərini oxuyan, öyrənən, dinləyən və nəticə çıxarıb özünə tətbiq edən. Gənclərə tövsiyəm bu olardı ki, birincisi öz mənliklərini, öz şəxsiyyətlərini, öz yollarını dəqiqləşdirsinlər, strategiyasını çizsinlər və hər kəsə bənzəməyə çalışmasınlar, özləri olsun. Və bunun paralelində də başqalarını sürətli şəkildə öyrənsinlər. Mənim illərdir
Yəni bu illərin sayı bəlkə də 10 il olar, 15 il olar. Əsgərlikdə də Naxçıvanda belə mən 45 kitab oxumuşdum. Hər illik oxuduğum kitab sayısı 40-50-dən aşağı deyil. Və bu kitabların ən azı bir 20-si, 30-u uğur qazanmış insanların yazdıqları avtobiografiyalar zadlardır. Və bu kitabların bəzisində elə bir cümlə olur ki, o mənim bəlkə də bəzən biznesimin ölüm-dirim məsələsini həll edir. Düzdür. Hansı kitabı, hər kitab faydalı deyil, hər podkast faydalı deyil, hər veriliş faydalı deyil. Sənin bəlkə ömrünü dəyişəcək cəmi 10 dənə kitab olacaq. Amma sən o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumalısan. Doğrudur. Onların içində 10 kitabı tapmalısan və onlar sənin artıq sonra dırnaq arasında dinivə çevirməlidir. Dinin, sənin dinin olmalıdır. Və sən o inanclarınla artıq böyüməlisən. O inancı tapmaq üçün də özünü inkişaf elətdirə getməlisən. Bəzən olur ki, hətta məsələn deyirlər ki, çox eşitmişəm, mütaliə etməyən gəncləri çox qınayıram. Çünki özünüz də söylədiniz, biz kiminsə həyatını oxuyaraq elə onlardan nəsə bir şey götürə bilirik, düzdürmü? Ona görə də elə həmin gənclər oxumalıdır ki, bugün hər hansı bir yerə gəlib çıxsın və onların oradan oxuduğu kitablardan aldığı bir bilgi belə, bir söz belə bizim həyatımıza təsir edir. Və ən əsası da çoxları deyir ki, biz elə tutaq ki, məsələn, Elvin Dadaşoy kitab yazıbdır. Mən elə onun həyatında, onun yazdığı kitabla, onun dediyi sözlərlə elə həyatıma tətbiq etməməliyəm ki, elə düşünməməliyəm ki. Amma bu insanlarda düşünürəm ki, o fikir yanlış düşüncədir. Biz sizin kitabınızı oxuya bilərik, amma bizim də öz düşüncəmiz var axı, düzdürmü? Biz özümüz düşünməliyik, onu dəyərləndirməliyik ki, bu kitabda nə yazılıb, o yazılanın mənə bir faydası olacaqmı? Yoxsa elə sizin tutaq ki, yazdığınız, kimlərinsə yazdığı kitabı oxuyub elə onu tətbiq eləmək, bu o demək deyil ki, biz onların həyatını yaşamalıyıq. Çox maraqlı bilgilər bölüşdünüz. Ona görə də mən istəyirəm ki, verilişimizin bir əsas sualı var, simvolik bir sualı var. Həyat hekayənizdən ən maraqlı, ən yadda qalan və heç vaxt unutmayacağınız bir hekayəni seçib bizlə paylaşmağınızı istəyirəm. Bu ola bilər çox duyğulu olar, çox yurulandığınız an və ya da çox kövrəldiyiniz an da ola bilər ki, heç vaxt unutmayacaqsınız onu. Əslində çox olubdur belə hekayələr, hədsiz çox olubdur. Amma müqayisəyə qoysaydıq, bu yəqin ki 700 bal topladığım gün olar. Analardır. Çünki həmin günü o nəticə çıxmamışdan qabaq mən bilirdim ki 700 toplamış, amma hər bir halda bilmirdim ki, bəlkə sualı sürüşdürmüşəm və s. O nəticə çıxdı və nəticə çıxanda mən Oxşitelin yataqxananın həyətindəydim. Və qışqıra-qışqıra evə qaçdım. Və bütün qonşular səsimi eşitdi, amma ondan da daha duyğulusu o icra başçısının, cənab prezidentin göstərişinə mənə ev hədiyyə eləməsi idi. Çünki o evi mən çox arzulayırdım. Anama, atama evin açarlarını vermək mənim üçün ən böyük arzu idi həyatda. Və mən o günə qədər çox böyük günahkarlıq hiss edirdim. Çünki onlar kənddən mənə görə gəlmişdilər. 20 kvadrat bir otaqda yaşayırdıq. Və hər gecə mən arzu edirdim onlara o evi hədiyyə eləyəcəm. Hər gecə yuxumda inanırdım ki, bizim özümüzün mətbəximiz olacaq, özümüzün hamamımız olacaq, bir neçə otağımız olacaq. O evin açarlarını onlara verəndə çox duyğulanmışdım. Həmin gün səhərə qədər ağlamışdım. Və onda inandığım bir şey oldu ki, bir insan bir şey bütün qəlbini arzu edirsə, Tanrı onu ona göndərir. Fərqi yoxdur, hansı yaşdadır, hansı gücdədir. Bütün qəlbinlə arzu etdiyin şeyi Tanrı sənə göndərir. Yəni ki, mənim ən duyğulu günüm olmalı. Bugün bəs bacardım sözünü deyə bilirsiniz? Qismən. Amma onda hələ də davam edir işləriniz. Əlbəttə ki, bugün o qədər arzularım var ki, o arzular bacarıqlarımın çox ötəsindədir. Amma mən düşünürəm ki, mən özümü inşa etməliyəm, o bacarıqlara çatmaq üçün özümü gücləndirməliyəm. Biz insan dayandığı zaman artıq çökməyə başlayır da. Həyat yolu bir oyundur və sən bu oyunu uda-uda, qazana-qazana, özünü inkişaf elətdirə-etdirə, eyni zamanda da hüzurlu, sağlamlığını qoruya-qoruya, ailə xoşbəxtliyini qoruya-qoruya böyüməlisən. Bugün, məsələn, mənim yaşadığım həyat, qazandığım qazanc, sahib olduğum ailə və s. çoxsu üçün bəlkə də hədəfdir. Amma bu mənim üçün çox kiçikdir. Çox kiçikdir çünki öz qabiliyyətlərimin sərhədlərini bilirəm ki, bunlar çox genişdir. Və müqayisə edirəm, olmaq istədiyim adamla olduğum arasında uçurum var beynimdə.
və bu adamı ora doğru dartmaq üçün çırpışıram, əlləşirəm. Yəni bir biznesmen belə olmalıdır, o standart bir çərçivədə ömür boyu yaşamamalıdır. Təşəkkür edirəm sizə Elvin bəy. Son olaraq istəyirəm bunu deyim. Ola bilər ki, mən sizə hər hansısa bir sualı ünvanlamayım və ya da siz məndən o sualı gözləyəsiniz bir aparıcı kimi. Məsələn, hansı sual olar o? Nə demək istəyirsiniz? Nəyi sizdən soruşmağımı istəyirsiniz? Nəzərə alsaq ki, bizim izləyicilərin bir qismi ya da böyük bir qismi Naxçıvanlılardır. Mənim onlara mesajım olardı. Çünki burada mən söhbət edərkən gənclərlə bu mesaj çox almışam. Fürsətlərin olmadığı bəhanəsindən gəlirlər. Düzün desəm, mən bu fikrə razı deyiləm. Mən düşünürəm ki, fürsətlər hər yerdə var, hər məkanda, hər şəhərdə var və sən o fürsətləri görməyə başlamalısan, görməlisən. Görmək üçün də çox səyahət eləməli və çox nümunələr görməlisən. Deyək, görmək var, bir də baxmaq var. Bəli, anlamalısın da ki, məsələn, sən Bakıda bircə ay yaşayıb, orada o qədər fürsət tapa bilərsən ki, onların Naxçıvanda yoxdur bu tərəfdə. Və heç kim hələ ki açmayıb onu. Və sən onu burada açaraq bəlkə də milyonçu ola bilərsən. Biznes baxımından yanaşaraq. Sən gəlib 4 milyonluq şəhərin çox zəif bir individuumu olmaqdansa 200 minlik şəhərin kralı ola bilərsən. Və sən bu Muxtar Respublikada ən yaxşı biznesmenlərdən biri ola bilərsən. Yəni, mən izləyicilərimdən bunu ötürərdim ki, siz olduğunuz yerdə kral ola bilərsiniz. Bunun üçün gedib, görüb, kopyalayıb, nüsxələyib, həmin şeyi bura gətirmək, burada ən yaxşısı olmaq, ən keyfiyyətlisi olmaq. Özündən də bir şeylər qatmaq. Özündən də bir şeylər qatmaq və işini böyütməkdir. Məsələn, bugün bura çoxlu turizm potensialı görürəm mən. Bura kifayət qədər maraqlar gəlir. Bəli. Bakıdan da, xarici ölkələrdən də. Onlarla nə dərəcədə yaxşı işləyirlər burada. Nə qədər burada restoranlara getmişəm, bəziləri çox keyfiyyətlidir, bəziləri əsla elə deyil. Və sən burada yaxşı bir restoran qursan, qonaqlar gələr, gedər. Və s. Yəni bu formada fürsətlər Naxçıvanda çoxdur. Əsas dəyərləndirmək lazımdır. Bir də dediniz, görmək lazımdır. Bəli, qolunu çırmalar var, işin üstündə durmaqdır. Çox təşəkkür edirəm, çox sağ olun, söhbət çox xoş oldu. Minnətdaram sizə, vaxtınızı, dəyərli vaxtınızı daha doğrusu aldı və bizə ayırdınız. Bax, belə dəyərli izləyicilər, bizdən bu dəfəlik bu qədər deyib, sizinlə sağlaşırıq, salamat qalın.